Deməli, böyük ədədlərin olduğu tərəfə böyük işarəsi. Nə olub? Nə baş verir? Sakit. Salam. Sənin burada nə işin var mənim əzizim? Nəsə bir istəyin var? İstəyirəm mən də dərs oxuyum. Dərs oxumaq istəyirsən? Sən məktəbə getmirsən ki? Xeyr. Niyə? Uşaqlarla oturmaq istəyirsən? Gəl. Gəl otur uşaqlarla. Gəl mənim əzizim, mənim gül balam. Gəl otur burada. Afərin. Otur. Ay sağ ol, çox yaxşı. Sən heç demədin, nə adın nədir? Babək. Bəs soyadın nədir? Əmiri. Sən Afşin əmiri ilə qohumsan? Afşin? Xeyr. Bu kim mənim qardaşım deyil. Niyə adımı ağzına alır? Bura bax görüm. Sən neynirsən? Hə? Mənim qardaşım yoxdur. Qardaşım yoxdur. Otur yerinə tərbiyəsiz. Bu nə edirsən? Yerindən durma. Yox. Xahiş edirəm. Onun üstünə acıqlanmayın. O düz deyir. Mən onun qardaşı deyirəm. Lap deyir ki, qardaşı deyirsən. Adam gərək belə eləsin. Hər nə olsa da o mənim qardaşımdır. Mən narahat deyiləm, ondan incimirəm. Yox, bütün bunlar mənim günahımdır. Mənim heç ağlıma da gəlməzdi belə olacaq.